Salam məziz və dəyərli dostlar, xoş gördük. Bugün son keçirilən 5 iyul qəbulunda qəbula düşmüş BNV üzrə imtahan suallarına baxacağıq. Qeyd edim ki, video bir neçə hissədən ibarət olacaq və videonu bütöv formatda da yenidən bir daha imtahanı bir neçə gün qalmış yenə paylaşacağım sizinlə. Bugün ən çox tələbələri maraqlandıran sual tipləri var ki, əsasən istəyirəm onlara toxunam. Hal-hazırda ekranda siz son qəbulun suallarını görürsünüz. Və burada 11 müxtəlif qəbul sualı var ki, bir soldakı 11-ci sual ən çox bugün axtarılan suallardan biri budur, tip olaraq. Digərlərindən biri isə sağ tərəfdə gördüyünüz 6-cı sualdır. İndi isə gəlin videonu başlayaq və dərd olsa video başlamışdan əvvəl bizim kanalımıza abunə olmağı və videonu bəyənərək bizə dəstək olmağı da unutmayın. İndi isə gəlin baxaq görək nə var, nə yox. Yaş məsələsi də əziz dostlar, Yusifin 4 il, 2 il bundan sonraki yaşı, Muradın 4 il bundan əvvəlki yaşından 5 dəfə çoxdur. Və indi hal-hazırda bundan 20 yaşı var, Yusifin neçə yaşı var? Və keçmiş, indi və gələcək. Yusif var X yaşında, Murad var Y yaşında. Bu ikisini bilirəm olsa da X plus Y bərabər 20 yaş. Variantlarla da qoyub yaza bilərsiniz. Misal, indi onu da sizə göstərəcəm necə etmək olar. Deyim, Yusifin 2 il bundan sonraki, Yusif 2 il bundan sonra deyəndə Yusifin olur X plus 2, Murad isə 4 il bundan əvvəl deyəndə. Yəni keçmişə gedirsən 4 il. Y minus 4. Yəni deyir X plus 2 bərabər Y minus 4 vurulsun. 5 dəfə çoxdur deyə bunu vururam 5-ə. X-imi əvəzləşdirirəm burada. X özü nəyə bərabərdir? 20 minus Y-ə. Gətirib burada yazıram. 20 minus Y üstə gələ 2 bərabərdir. 5Y minus 20. Alınır burada 6Y bərabərdir 42 və Y də bərabərdir 7. Yəni Y məndə Muradın yaşıdır. Yusifin yaşı isə 13-dür. Bu tənliklə qurub yazmaqdır. Amma mən düşünürəm ki, imtahanda çoxunuz bunu variantla qoyub yazmışsınız. Hansı variant ki? Götürüb bunu belə də yaza bilərsiniz. Baxın, Yusif var, Murad var. Elə bir yaş seçmək lazımdır ki, dostlar, birinin üstünü 2 gələndə, birindən 4 çıxanda o 5-ə bölünən bir ədəd olsun. Buradakı ədəddə 5 dəfə çoxdur söhbəti varsa 2 il sonra deyirsən. Buradakı hansı ədədin üstünə o 2-ni gələndə 5-ə bölünən ədəd eləməlidir. O da yalnız bir dənə 13-dür. Yusufun yaşını 13 götürəndə Muradın olur yaşı 7-dir. Çünki ikisinin bir yerdə yaşı 20-dir. Bunun 2 il sonraki yaşı, yəni plus 2, 15 eləyir. Bunun 4 il əvvəlki yaşı isə minus 4, eləyir 3. 15 3-dən neçə dəfə böyükdür? 5 dəfə. Yəni 5 dəfə sözü yazıldığına görə variantdakı ədədin üstünə nəyə gəlsəydim 2 gələndə 5-ə bölünür? Yalnız 13. Növbəti digər asan bir sual. Yenə bizdən hal-hazırda. Deyir, 3000 manat məbləğində pul mükafatı yarışda birinci, ikinci və üçüncü yerə iştirakçıları yazıb baxın özdə uyğun olaraq o deməkdir ki, yəni birinciyə üçüncü, 3 nisbət, 2 nisbət və 1 nisbət. Nisbət o deməkdir ki, yəni dostlar pay. 3x üstə gələk 2x üstə gələk x bərabərdir 3000. Tapırıq ki, x bərabərdir 500. Yəni nisbət olaraq birinə 1500 düşüb, vururam 500-ə. Birinə 1000, birinə də 500. Bu da məndən soruşur ki, ikinci yerin sahibinə neçə manat mükafatlandırıldı? 1000 manat. Növbəti sual. Hal-hazırda üçüncüdür. Fibonacci ardıcıllığıdır dostlar. 1 ilə 2-ni toplayıb 3. 3 ilə 2, 5. 5 ilə 3, 8. 8 ilə 5, 13. 13 ilə 8, 21. Doğru variant 21 və 13. Daha sonrasında gəlirik. Keçən səfər iyun ayında da qəbulda belə bir sual düşmüşdü. Orada bir-birinə vururdu, altdaşını çıxırdı, ikiyə vururdu. Bu biraz daha sadədir. Burada amma məsələ nədir? Bax, bu misal, nə də ki, bax, bu misal mənə heç də kömək eləyə bilmir. Niyə? Birlərdən sıfır almanın yolu o qədər ki, ikilərdən də 2. 6-nı vurub 7-yə. Çıxıb 9-u. Bu da bizdə bərabərdir 33. Bəli. Demək, doğru variantımız tapın. 6-nı vurub 8-ə çıxaram 39-u, qalar 9. Növbəti sual. Keçirik növbəti artıq neçə imtahandır ki, magistrin imtahanı da bizə düşən sual tipi ilə bağlı. Hal-hazırda ekranda gördüyünüz bu sual futoşiklidir. Dostlar, bir futoşiklini həll eləməyin yolu ən gözəli nədir?
Ən böyük və ən kiçik olan hissələrdən başlayın ya da ki, ən çox ədəd olan yerdən. Bu nə deməkdir? Misalda gördüyünüzdə dostlar, mən bax bu sətirdə 4 axtararam. 4 burada deyil. Nədənsə kiçikdir. 4 burada deyil. 4 ara qalır. Deyil bu his. Yəni sizin o dəyərli zamanınızı ən çox alan misal bax budur. 4 var, 2 var, nə çatışmır. 3 böyükdür 1. Növbəti 4-ün yeri avtomatik buradır. Artıq mən də bax bu sətirdəki 4-ü tapa bilərəm. Niyə bu sətirdəki 4 deyirəm? Deyim. Bu 4 qoymur bura 4 yazılsın. Bu 4 burada qoymur 4 yazılsın. 4 də işindən kiçik deyil, 4-ə qaldı bura. Bir ədədin üçünü tapan kimi avtomatik. Dördüncü tapılır. Bax yeri buradır. Hadi tutalım bura qədər yazmışam müəllim. Sonra neyniyək? İndi növbətlisə də yenə uyğun olaraq dostlar, davam edirəm nə ilə? 4-ləri tapandan sonra digər hissədən ya 1-i ya 3-ü axtarıb misal olaraq davam edə bilərəm. O da mən hardan bilə bilərəm dostlar? Bura ya 1 ya 3 olmalıdır. Bax bu hissə. Bura əgər 3 yazsa, məcburan bura 4 yazır. Ona görə bura 3 ola bilmir. Bura 1'dir. Bura 3. Bu 3 koyma bura 3 yazılsın. Onda 3 bura. 2 bura. 2 üçün var. Bura 1. 1 koyma bura 1 yazılsın. Bura 1. Bura 2. Onu bura qaldı 3. Burada 2. Və mənim fotoşikim artıq hazırdır. İndi məsələ bu da deyil. Bunu tapandan sonra tələbələrin ən çox sıxıntı çəkdiyi hissələrdən biri nədir? Diqqətsizlik edib bax bu şərtləri düzgün yazın. A-nın qiyməti 2-dir. Kənarda yazın mütləq. B-nin qiyməti 3. C-nin qiyməti 4. D-nin qiyməti də 3. İndi yazmışamsa yazı ver A böl B. Yazaq. 2 bölü 3 vurulsun. 3 üstə gələk 4. Yəni 7 kiçikdir 4. Bunu əziz dostlar 14-də 3 eləyir. Bunu buna böləndə 4. Bu 4 tam onda neçə eləyir? 4-dən kiçikdir yox. 1 olan variantları çıxdım. Əlvida. Digər hissədə ikinciyə baxım görüm. İkinciyə deyirmi? Deyir 2-nin üstünə gəlir 3. Çıxılsın. 4 vur 3. 4 3'ə vuranda 12. 2'dən 12 çıxanda mənfi 7. Hə 2 düz. Tərslikdən bir dənə düzgün variant var. O da 2 3 6'dır. Amma hər ehtimala qarşı altında yoxlayın. Bir siz yəni görəsiniz, tam dəqiq biləsiniz. 2 vur 3 yəni 2 vurulsun 3 bölək. 4 çıxılsın 3. Bura 1 eləyir, bu da 6. Kiçikdir mi 7'dən? Bəli. Elə 2 ilə 6 olan variant bir dənə D bəndidir. Gəlirəm növbəti bir suala, əzbədəyərli dostlarım. Hal-hazırda gördüyünüz sual qəbuldan çıxanda ən çox axtarılan və tələbələrin 99%-nin mənə imtahan şərti olaraq səhv bildirdiyi bir sualdır ki, nə barədə? Mənim belə bir sual düşüb, yazıb neçə dənə. Bu deməkdir ki, dostlar, eni və uzunluğu 9 və 15 santimetr olan neçə düz bucaqlıdan istifadə edib kvadrat düzəltmək olar. Bu nə deməkdir? Bir kvadrat nə deməkdir dostlar? Yəni həm en tərəfi, həm də uzunluq tərəf bir-birinə nə olsun? Bərabər. 9'un və 15'in bölünəni tapa bilərsiniz. 9 və 15'in bölünəni bizim üçün 45'dir. Yəni bu nədir? Buradan da belə formada çəkin. Baxın, məsələn, en hissəsi 3 olan fiqurdur. Hı. En hissəsi. Buradan yazın biləsiniz. Ah. Ki, yer ağartmaq istəyirəm ki, yer mənə daha çox qalsın. Yaxşı. Demək, bax, məsələn, bu 9'un 15 olan bir fiqurdur. Bundan dəyərli dostlarım, istifadə eləməliyəm. Yəni, sağ tərəfdə 45, sütun tərəfində 45 alım. Onda neçə dənə lazımdır mənə? Bunu qaytarım təzədən ağardım bu hissəni. Biraz böyük yer lazımdır. Hə. Bayaq qrupda da atmışdım bunu üçün. Məsələn, belə bir sual var. Və sual belədir, bax. Məsələn, 9, 15. İndi mənə neçə dənə 9 lazımdır 45 düzəlsin? Dedim ki, mən bunu sizin xəyalınızı təsəvvür etdirmək istəyirəm ki, yəni özünüz başa düşəsiniz ki, imtahanda yazında çətinlik çəkməyəsiniz. 9, 9, 9 və 9. Burası nədir? 45. 15'dən neçə dənə lazımdır? 3 dənə. 15, 15. Oldu mu 45, 45'in 45'e? İndi bunun için dolduraq. Fikir verin. Demək, burada neçə dənəsindən istifadə edirəm minimum. 15'indən istifadə eləsəm, özə bir gör nə deyir, hə? Deyir, ən azı neçəsini. 15 dənəsini birləşdir. Və yaxud da ki, əgər bilmək istəyirsinizsə, bu 15'in 9 olduğuna görə 15'i vurardım, dəyərli dostlarım.
15'dən 9 olduğuna görə 15'i vurardım məsələn 9'a. Bərabərdir 135'dir. Yəni birinin sahəsi. İndi məndən də 15 ilə 9 oldu. Mən bayaq dedim 15 ilə 9'un əkobunu, əbobunu tapın. Yəni həm o əkobunu, həm 15 həm 9'a bölün 45. 45'in də kvadratı eləyir 2225. 2125. Onu da götürüb dostlar bölürük biz gördüğümüz 135'e. Aha. Oradan da alınır yenə 15. Bəli. Ona göre de misalda siz bunu eləyəndə 2025 daha doğrusu ben de yazacağım 2000. 2025'te bölün 135'e niye? Birinin sahəsi 135 olduğuna göre şimdi istedi mənə 135 lazımdır. 15'dir. Ona görə diqqətlə yazmağınız sizə faydadır. Yəni elə çətin bir misal deyil. Çətin misal ləqəbaqdadır. Yəni onu orada oturub saymaq lazımdır. İndi baxıram misalın bu hissəsinə 7'yə. 7'də nə var? Deyir firmaya 30 nəfər yeni işçi qəbul edildi. Əgər bunun əvəzinə 30 nəfər işdən azad edilsəydi 5 dəfə az iş olardı. Deyir də tapın görək firmaya yeni işçi götürməzdən nə qədər işçi var? Bu nə demək? Məsələn, götürərdim variantlardan biri. Məsələn, 45. Üstünə 30 gəldi neçə eləyir? 75. Sonra deyir, yox, əgər 30 nəfər götürməsəydin, bundan 30 nəfər az eləsəydin, neçə eləyir? 15. 75 15'ten neçə dəfə çox? 5'dir. Yəni bitdi. Bebənd. Yəni variantla qoyub işləməyiniz sizin hamınız üçün daha rahat ola bilərdi. Növbəti sual gəlmişik. Hərflərin sırasını pozub. Belə maraqlı bir sual idi. Dostlar, bax bu maqnitofondur. Maqnitofon. Bu diktafon. Mən inanıram ki, bu söz çoxdan tapmayıb. İnternet, televizor. Deyəsən o birisini yazmağı unutmuşam. Yəni burada dostlar, digər variantın biri internet idi, fərqlənən. Digər hamısı eyni sual idi. Yəni digər hamısı əşya idi. İnternetdəki bildiğimiz internet. Sonra ən çox magistrin qəbulunda görməyə öyrəşdiyimiz sual tipi olan kitab nömrələrinin kitab səhifələrinin nömrələnməsidir. Ümumiyyətlə yadda saxlayın. 1-dən 99'a qədər istənilən bir rəqəmdən, yəni 3 rəqəmi, 5 rəqəmi, 7 və s. hərəsindən 20 dənə istifadə olunur. Lap onu bilmək səhvində belə. Yəni bu o deməkdir ki, bunların içərisində 1-dən 50'yə qədər, yəni 1-dən 99'a qədər, əgər 20 dənədirsə, bir-bir sayada bilərdiniz. Amma ən yaxşısı 1-dən 50'yə qədər yox. Bax, 50'dən sonra hansı üçlər gəlir? 53, 63, 73, 83 və 93. Neçədən 3 getdi? 1, 2, 3, 4, 5. Yerdə nə qalır? 15. Bu 20'nin necə olur ki 20 olur deyə də düşünsəniz, dostlar. Burada var 3, 13, 23. Bax, məsələ buradan başlayır. Nədən? 30, 31, 32, 33 və 33'də 2'dən 3 yazıldığına görə 2-3 sayılır. 34, 35 və bu hissə ilə davam edir. 37, 38, 39 və 43. Oturup bunu da saya bilərdiniz. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. Çətin misal deyil. Qaydasını bilsən, sənin üçün daha asandır. Bilməsən belə, oturup bunu belə yazaraq da tapa bilərdiniz. Sonra gəlirəm 10-cu misala. Adi bir toplama çıxma ilə bağlı olan misal. Birinci verilənləri qeyd eləyərəm. A plus B bərabərdir 14. B plus C bərabərdir 18. A plus C də bərabərdir 16. Hamısını tərəf-tərəfə toplayaraq. Hamısında çünki dostlar sağda rədd var deyə 2A üstə gələ 2B üstə gələ 2C bərabərdir 48. A plus B plus C də bərabərdir 24. Dostlar A-nın B-nin qiyməti var 14. 14'ün üstüne gelsem 24 deyir. C 10'dur. Üstüne bu da məndən A plus B'nin, yəni 14'ün C'ye olan nisbəti, yəni 4'e olan nisbətini sorur. Ya daha doğrusu 10 olan nisbətini sorur. Bu deyir 5'te 7.
Bir də sizə qəbula düşən sual tiplərindən biri olan digər sualla tanış etmək istəyirəm. Əgər videonu bu qədər izləmisiniz və axtardığınız bəzi sualların cavabları da buradadır. İndi istəyirəm sizə növbəti bir sualla tanış edeyim. Ən əsas odur ki, dostlar, videonu bəyənin, kanala da abunə olun ki, digər hissəsini də sabahlarım sizinlə bərabər paylaşacağım. Yerdə qalan 20 sualı. Həm siz, həm digər dostlarımız da faydalansın ki, növbəti imtahana qədər. Siz də bununla tanış olmuş olasınız. Şəkildəki boş xanalardan başlayaraq istiqamətdə yuxarı, aşağı, sağa, sola xanadan keçərək ardıcıl olaraq qırmızı. İndi narıncı rəng dostlar, söhbət bundan gedir. Bir elinə gələn ki, 4 xanalı komplektlərin sayını müəyyən edin. Qəbulda düşən sualda 5 xanalı idi və rənglər 5 dənə idi, bundan böyük idi. Sadəcə olaraq necə tapılmalıdır? Bax, onu sizə göstərmək istəyirəm. İlk olaraq, bax, demir yuxarı, aşağı gəlin və başlayın ardıcıllıq olaraq. Qırmızı, qara, narıncı, boz. Bax, qırmızı, qara, narıncı, boz. 1. Qırmızı, qara, narıncı, boz. 2. Qırmızı, qara, narıncı, boz. Qırmızı, qara, narıncı, boz. Qırmızı, qara, narıncı, boz. 1, 2, 3, 4, 5. Digər hissədə qırmızı, qara, narıncı, boz. Bir də ki, görək biri də olmalıdır burada. Qırmızı, qırmızı. Bu hissəni tapmışam. İndi biri gözümdən qaçıb, ümumi 7 dənədir. Bəzən olur, adam misalı həll edəndən sonra gəlib baxsan və görsən yoxdur. Qırmızı, qara, narıncı, boz tapmışıq bu hissədən. Hı -hı. Bunu da tapmışıq. Cəmi 7 dənə olmalı. Dedim ki, indi biri hal-hazırda mənim gözümdən yayınıb. İndi onu da siz tapın, o həmin hissəni. Bax, burada da buradakı bir hissələrdən birində olur. Qırmızı, qara, narıncı. Aha, qırmızı, qara. Görək hardadır o. Narıncı və boz deyib, biri də burada. Baxın, tapdım, özüm tapdım artıq. Yəni aşağı yuxarısa diaqonal getmirsən. Cəmi 7 dənə. Ona görə də əziz dostlar, artıq siz hal-hazırda son qəbulun suallarını görürsünüz. B A növü üzrə. İndi A S növü üzrə olan qəbul suallarını sizi tanış edəcəyik Allahın izni ilə. Növbəti qruplara da bizdə artıq qeydiyyatla başlayır. Sentyabr ayı üçün hazırlaşanlar. İstəsəniz siz dərs cədvəllə tanış edirəm. Aşağıda yerləşən əlaqə nömrələri də əlaqə saxlaya bilərsiniz. Bizi Instagram səhifəsində izləyə bilərsiniz. Və hal-hazırda gördüyünüz qəbul suallarını Instagram səhifəmizdə də sizin üçün paylaşacağıq. Ümidvaram video hər kəs üçün faydalı oldu. Növbəti videoda görüşərik. Özünüzdən müğayət olun. İmtahandan keçən hər kəs təbrik edirəm. Kəsilən dostlarımız da qətiyyən heç nədən qorxmasınlar. Hər şeyin yaxşısı inşallah sizi tapar. Hələlik, hələ qarşıdakı daha çox imtahanlarda inşallah daha yüksək uğur göstərərsiniz.